Bəzi görürsən, ahirette iman etmeyen insanlar var ki, kafirlerden, onlar görürsən ki, yani qoluna saat taxarlar. Bu saçı Amerika Birleşmiş Ştatlarında bir Brent marka var. Brent markanın sahibi İranlı bir insandır. Vaxtı ki oraya köçmüş, indi Amerika vətəndaşıdır. Dünyanın en pahalı saatları ondadır. Saatın qiyməti 32 milyon dolar. 32 milyon dolar. Markadır, insan markadır. İnsan özü istehsalçı markadır. Əsasən saatında en yüksək karatlı brilliantlardan istifadə edir. Amma saatı varlı, zəngin edən bahalı daşlar, bahalı dəmir deyil. Onun markası. Həmin insanlar o saatı alırlar. Niyə görə? Düşünür ki, bəlkə bu saatı taxandan sonra bəlkə xoşbəxtliyin, saadətin dadını tamam yarata bilmiş. Görür ki, bu nə gəlmədi. O dad gəlmədi. Dad gəlmədi. Dubai'de birisi var. Şeydir, kripto oligarxıdır. Yani eynəyi brilliantdan. Ayakkabıları brillianttan. Pencerenin üstü brillianttan. Ne bileyim, her şey brillianttandı bu insanın. Tamam, yaxtaları, ne bileyim, gemileri, ne bileyim, teyyareleri. Ama hələm də başa düşmür ki, bu saadet denilen bir şey var görürsən. O moşunun xoşbəxtliyi var ya, xoşbəxtlik, axtaraq da durub. Bunlar da 10 gündədir. Axtaraq da durublar. Hələ də tabii bilmirlər ki, bu xoşbəxtlik denilen bir şeyin adı varsa özü olmalıdır. Görürsən hardadır. Onu tapa bilmirlər hardadır. Və axtardıqca da azırlar. Heç vədə tapmayacaqlar ta ki hidayət olmayacaq. Ta ki iman etmeyecek. Ta ki Allah'ı tapmayacaq. Çünkü Allah Teala bizi iki esas maddeden yaratır da. Bizim cismani tərəfimiz torpaqdandır. Ona göre bütün gizalarımız torpaqdandır. Yedilərimize bak, hamısı torpaqdandır. Bütün yedilərimiz torpaqdan gelir. Sen ne yeysen, ne giyinsen, ne içsen hamısı torpaqdandır. Tamam mı? Ya torpağı verilir, ya torpağın içinden çıkır. Tamam mı? Bu ne eləsən də bu bədən yedi. Bədən ikinci əsas elementi qalıb baxa ruh. Ruh buradan değil, torpaqdan değil, semadandır. Tamam mı? Allah Teala onu orada yani yaratmış, orada yazmış, oradan göndermiş. Bu ruh ac qalır. Bu ruh ac qaldıqca sen hiçbir zaman saadetin tamını dadmayacaqsın. Mümkün değil. Dünyanın en bahalı saraylarında yaşa. Sen saraylarını ağ mərmərdə yox, ağ mirvardan yıkılsın. Tamam mı? Giyindiğin ayakkabılar qızıldan ve almazdan olsun. Saadet gelmeyecek. Hiç gelmeyecek. Aksine daha da uzaklaşacak. Daha da köksünü sanacak. Çünkü nedir? Sen yalnız torpaqdan gelenler ile təmin etmişsən bir tərəfini. O da hansı tərəfidir? Cismani. Cismani. Bəs ruhani. Bəs onun mənəvi tərəfi. Səmadan gələn tərəfi. O acından ölür. Susuzdan ölür. O gəbərir. Tamam mı? Onun suyu, gidası, yemeği, içmeyi torpaqdan olanlar değil. Səmadan gələnlərdir. O da nədir? Səmadan nə gəlib? Tenzilun minər-Rahmanir-Rahim. Onun gidası